Emilə, nə informasiya verəcəkdik? Biz bura gələndə çamadanda 3 dənə almamız var idi. Ta Bakıdan gələn. Demək, bura heç bir meyvə, ət və ət məhsulları da daxil olmaqla sərhəddən keçirmək olmaz. Bizdə 3 meyvə var idi və it gəldi, iynədi çamadanımızı və 3 almaya görə bizə xəbərdarlıq edədilər və belə bir xəbərdarlıq verdilər ki, gələn vizitdə yəni belə bir şey olmasın, yoxsa cərimə olunacaq. Yəni bilginiz olsun, kimsə gəlsə gətirməsin meyvə. Emilə, faktiki olaraq Yaponiyaya daxil oldu. İndi getdik sushi. Sushi. Exchange aeroportdan düşən kimi məsləhətdir ki, burada pulları xırdalamaq. Çünki şəhərə getmək üçün taksi falan, bunlar hamısı nəqd pul istəyir. Ona görə burada xırdalayır. İndi o GR yazılan qatarlara minmək lazımdır ki, otelə qədər bu qatarlar Tennoji Station bizim stansiya, o stansiyaya qədər bu qatar aparır. İndi bilet almaq lazımdır buradan. Bilet aldım. 3 nəfərə 2600 yen. Bizim puldan təxminən 26 manata şəhərin mərkəzinə gedəcəyik. Aldığımız bileti tullamırıq, çünki turniketdən keçirdikdən sonra çıxışda yenə turniketə sarılmalı. Bildiyim bilgiyə görə Osaka aeroportu beynəlxalq hava limanına yerləşir kiçik bir adada. İndi həmin adadan şəhərin mərkəzinə keçmək üçün okeanın üzərindən köprü ilə şəhərə tərəf yollanırıq. Kansai Beynəlxalq Hava Limanı Osaka bölgəsində yerləşən süni adanın üzərində. Bu dünyanın ən tam süni ada üzərindən inşa edilmiş iri beynəlxalq hava limanlarından biridir. İndi qatarla Osaka'nın mərkəzində çok səliqəli səhnələr. 7-Eleven'lardan üstüne girdik. Burada məşhur kimbapları. Sushiler. Ama qiymətlər yəqin ki malların üzərindədir. Çünki belə qiymət aşağıdakı qiymətlərə vurulub. 358, bu taksifsiz qiymətdir. 386. Qiymətlər məhsulların üzərindədir. Bildiyimə görə meyvə olduqca bahadır Yaponiyada və meyvələri tək-tək satırlar. Məsələn, şu banana baxın. Bananın biri tək-tək bitirmiş bananlar. Amma qiymətini deməkdə çətinlik çəkəcəm. Çünki rəqəmlər və yazılar Japon dilində olduğu üçün heç bir məlumat verə bilməyəcəm. Məsələn, bunların qiymətini görürəm. Vergili 321, vergisiz 298. Eləcə də digərləri. Qiymətlər həm vergi ilə, həm vergisiz. Yəqin ki,
Biz ölkə vətəndaşı olmadığına görə vergiden azadıq və biz üstəki 278 yenlə, bu da təqribən bizim qiymətlə 2 manat 70-80 qəpik aralığında olacaq. Yəni belə daha asan olması üçün, məsəl üçün 198 yendirsə 1 manat 90 qəpik kimi hesablayıb qiymətlərin necə olduğuna baxa bilərsiniz. Sən Emil tapıb öz şöbəsini fərqli-fərqli. 手ぶらでいつでもどこでも京阪神のお土産をウェブで購入できるお土産街道 Ama çok təəssüf hamısının üzərində Yapon dilində yazıldığı üçün inanın ki baş çıxarmaq olmur ki bu nədir. Google Creo'da verə baxaq nədir. Emile götür, nə chips istəyirsən götür. Да, спасибо, попробуем. Латте. Вкусно? Ты розовую хочешь? Аригато, аригато. Вкусно? Вкусный донат. Bu okonomiyakidir. Məşhur balıq formalı Yapon kökəsi. İçərisində yakisoba eriştəsi, sos, mayonez, yumurta, kələm və kumbar. Bunlar hamısı обезьянка. Рыбки вкуснее. Где бахал onun tadı necədir. А там тоже есть обезьянки, смотри. Вот смотри. Обезьянка. Qiymətlər də burada var. 280, 330, 190. 190 olanlar şirinlərdir. Bu kremalıdır. Təqribən bizim bundan 2 manat 30 qəpik, 2 manat 20 qəpik falan. Ha, şokoladlı da var. Orada veçinalı da var. Görüp papansından aldım. Вкусно? Очень вкусно, я тоже попробовала. Вкусно. Bu çok tatlı şeydi. Beğendim. Like. Если Эмилии это нравится, то вам тоже понравится. Bu da suşilar. Emine, bir söz deyim, bax, xiyarla olan ən bahadır. Burada xiyar, pomidor çox bahadır axı. Meyvə tərəvəz burada bahadır. Amma əksinə dəniz ürünləri, balıq məhsulları çox ucuzdur. Sosa batır, kızım, sosa batır. Hı. Aha. O burada hazır görsən, niyə iskəstəndir? Doğrular ki, hazırdır. Bir dənə də bilirdim, 1880. Kırmızı çinevəsində açmanlar var. Смотри, наверху такая 2680 йен. Очень сильно выглядит реально. Да. Но это фейк. Вот это детский набор, смотри. Какой хорошенький. Да. Это чайный церемония, наверное, да? Сладость, чай. Что хочешь кушать? Рамен. Пойдем тогда выберем что-нибудь. Что за него? Страшно, смотри, какой глазный небольшой. Я не буду это есть. Палочки. Да,
getməliyik. Tanımaçı. Tanımaçılar. Next. Next. My. Şey. Bir dənə böyük. 190. Mənim biletim var. Eminədə də uşaqlara 100. 190 böyük, 100 də uşaqlar. Burada metro stansiyası var və bu görürsüz 190, 240 bu qiymətləridir. Yəni hansı stansiyaya gedəcəksinizsə 290 qiymətlər yazılıb. Çətin deyil, çox asandır. Bir dəfə yəni ingilis dilində də versiyası var. Bir dəfə eləyən kimi tamamilə yadda qalır. ...702... ...702... Osaka'da... ...otağımızın nömrəsi... Şu, gir.